Məsələ ki, kosinus 2025x bərabərdir x kvadrat plus 1 tənliyini həll edin. Həlli. Sağ tərəfinə tənliyin kvadratik funksiyadır, sol tərəf isə kosinus funksiyasıdır və məlumdur ki, sağ tərəfdən görünür ki, x kvadrat plus 1 böyük bərabərdir 1-dən. X kvadrat 0 olanda 1-ə bərabər ola bilər. Və məlumdur ki, bizə modulca kosinus 2025x kiçik bərabərdir 1. Sağ tərəf 1-dən böyük bərabər olduğundan sol tərəfdə 0-dan böyük olar. Yəni 0 kiçik bərabərdir kosinus 2025x, o kiçik bərabərdir 1. Deməli, yaza bilərik onda verilən tənliyimizi kosinus 2025x bərabərdir x kvadrat plus 1. Buradan çıxır ki, kosinus 2025 x kiçik bərabərdir 1. X kvadrat plus 1 böyük bərabərdir 1. Və ikinci bərabərsizlikdən əsasən və bunların birdən kiçik bərabərdir birinci, ikinci böyük bərabərdir. Deməli, onda onlar hər ikisi 1-ə bərabərdir. Yəni, alıram kosinus 2025x bərabərdir 1 olmalıdır. X kvadrat plus 1 də bərabərdir 1 olmalıdır. Və ikinci tənlikdən alıram ki, x kvadrat bərabərdir 0 alırıq. Kosinus 2025 x bərabərdir 1. Və ikinci tənlikdən x bərabərdir 0 alındı. Kosinus 2025 x bərabərdir 1. Və bunu artıq trigonometrik tənlik kimi həll eləməyə ehtiyac yoxdur. Bu ikisinin tənliyin həlli olması üçün x-in bu 0 qiyməti ödəməlidir birinci. Onda x-in yerinə 0 yazanda buradan görürəm ki, çıxır ki, kosinus 0-da vahidə bərabər. Və buradan çıxır ki, onda hər ikisini ödəyən həll x bərabərdir 0 olur. Yəni, verilən tənliyin cavabı x bərabərdir 0-a.